Passat CC necə maşındır? Ölkəmizdə sürənlərdən çox sürməyənlərin pislədiyi modellərdən biri Passat CC, yəni Passat Comfort Coupe'dur. Bəs həqiqətən bu qədər problemlidir. Passat CC-lər Volkswagen, Passat və Phaeton arasında yerləşən bir modelidir. Premium segment salon keyfiyyəti, yaxşı səs izolyasiyası, dinamik və çevik quruluş, möhkəm və dözümlü kuzov və funksionallıq onun rəqiblərindən fərqləndirir. 1.8, 2 və 3.6 mühərriklər daimi qulluqla uzun müddət problemsiz işləyə bilir. Alarkən bu motorların təzyiqinə, yağ səviyyəsinə və DSG sürətlər qutusuna diqqətlə baxmaq lazımdır. Daimi qulluqla bu Alman uzun müddət problemsiz işləyə bilir və təxmini eyni qiymətlərlə olan Elantra, Fusion və Accent kimi modellərdən daha keyfiyyətlidir və bir çox ehtiyat hissəsi Passat B6 ilə eynidir. Bizim bu avtomobil rəyimiz 10 üzərindən 9'dur. Bunun kimi videolar üçün kanalı takip edib videonu bəyənməyi unutmayın. Təşəkkürlər.